Donald Trump'ın Ağ Evə ikinci gəlişi Birləşmiş Ştatlar tarixində yeni bir mərhələnin başlanğıcına çevrilir desə, bəlkə də yanılmarıq. Yanvarın 20-sində inaugurasiyasının baş tutmasından bu yana səs-küylü açıqlama və manevrləri ilə gündəmə gələn Trump bu dəfə özünü media qurumları adlandıran, lakin başqa dövlətlərin daxili işlərinə müdaxilə edən təsisatları hədəf alıb. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyindən sonra növbə Qlobal Media Agentliyinə gəlib. Ağ Evin yeni administrasiyası adı çəkilən agentlik və digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyəti dərəcədə azaldılması haqqında fərman imzalayıb. Sənədi Ağ Ev dərc edib. Bundan əlavə Azadlıq Radiosunun maliyyəsi də dayandırılıb. Xatırladaq ki, hələ yanvarın 24-də Trump xarici ünvanlanmış layihələrin araşdırılması sazişini imzalayıb. Trump təkcə sözcüdə media quruluşlarına qarşı deyil, ümumiyyətlə qlobalizmə xidmət edən və beynəlxalq ictimai rəyin manipulyasiyası ilə məşğul olan oturmuş mondialist təşkilatlara qarşı da savaş açıb və bu yaxın perspektivdə daha da genişlənəcək. Çünki Trump'ın birinci prezidentliyi dönəmində də ilk növbədə Trump hökumətinə qarşı problemlər yaradan həmin media quruluşları və müxtəlif təşkilatlar Trump administrasiyası ilə ideoloji müstəvidə tərəfdaş olan ölkələrin hökumətlərinə qarşı da problemlər yaratmaq və beləliklə də xaosa rəvac vermək kartlarını işə sala bilərlər. Ona görə də hesab edirəm ki, yaxın perspektivdə Trump mondialist təşkilatlara və media quruluşlarına qarşı mübarizəni daha da sərtləşdirəcək. Trump'ın yeni qərarına əsasən Amerikanın Səsi və Azadlıq, Azad Avropa kimi dövlət büdcəsinə maliyyələşdirilən radiostansiyaların fəaliyyəti məhdudlaşdırılıb. Artıq qərar öz təsirini göstərməyə başlayıb. Amerikanın Səsində fəaliyyət göstərən 1300 jurnalist və əməkdaş inzibati şəkildə məzuniyyətə göndərilib. Mahiyyətcə Trump administrasiyasının bu gedişlərinin səbəbinə gəlincə isə burada iki vacib məqam var. Bir, digər dövlətlərin daxili işlərinə qarışmağın qarşısını alır. Başqa vacib bir məqam isə digər dövlətlərdə və ümumiyyətlə dünyada universal dəyərlərin təbliği dayandırılır. O hesab edir ki, uzun illər ABŞ dövlət olaraq trilyonlarla dollar vəsaiti borclanaraq mənasız xərcləri və lazımsız məsrəfləri həyata keçirib və indi onun əsas hədəfi bu Amerika dövlətinin milli maraqlarına cavab verməyən bu xərcləri azaltmaq, Amerikanın dövlət borclarından qurtarmaqdır. Təhlillər göstərir ki, vaxtilə Birləşmiş Ştatların yumşaq güc aləti kimi istifadə olunan dövlətin təzyiq siyasətini həyata keçirən bu qurumlar artıq yenilənən administrasiyanın xarici siyasi kursuna müvafiq deyil. Odur ki, sözü gedən təşkilatların fəaliyyətinin tamamilə dayandırılması yaxud da ciddi nəzarətə götürülməsi yaxın perspektiv üçün istisna edilmir. Zeynəb Mirzəyeva, Real.